Salam dəyərli izləyicilərimiz. Bayram süfrəsindən sonra necə qaraciyər piylənməmizin sürətlə artdığı barəsində danışmaq istəyirəm. Çünki bayram süfrəsində həmişə olduğu kimi bütün nemətlər olur. Bura həm şirniyyatlar, həm karbohidratlar, yağlar, zulallar, spirtli içkilər, qazlı içkilər hər bir şey aiddir və əfsuslar olsun ki, biz bunlara belə deyək, qənaət etmədən qəbul edirik və nəticə etibarilə də qaraciyərimizi zədələyirik. Çünki biz unuduruq ki, qaraciyər bizim yeganə emal orqanımızdır, laboratoriyamızdır və bu filtr orqanı bütün yağları birinci növbədə özündən götürüb emal etməlidir. Lakin bunları yüklədikdə qaraciyər artıq lipid spektrın pozulmasına gətirib çıxarır və nəticə etibarilə qaraciyər göstəriciləri, xüsusilə də laborator göstəricilər ALT, AST, GGT, ALP artmış olur və nəticə etibarilə ürək-damar xəstəliklərinin riski artır. Bundan əlavə olaraq təzyiq yüksəlir, şəkərli diabet əmələ gələ bilir, çünki metabolik pozğunluq yaranır və nəticə etibarilə də insanlarımızda həm piylənmə, eyni zamanda bu alkoqol mənşəli və qeyri-alkoqol mənşəli ola bilir. Çünki qaraciyərin piylənməsi, yəni piy distrofiyası dediyimiz bir durum, xüsusilə də alkoqol mənşəli olanda daha vahim olur və daha böyük bir xəstəliklərə yol açır. Bunun fonunda qaraciyərin zaman-zaman fibrozlaşması, yəni bərkiməsi əmələ gəlir. Nəticə etibarilə sonra əgər bu müalicə olunmazsa sirrotik durumlara qədər gətirib çıxara bilir. Çünki qaraciyər sinirsiz bir orqandır və bu sinirsiz orqan olduğu üçün hər bir şey özündə etibar edir, amma ağrı vermir. Ağrı verməməsi də bəzən bu xəstəliklərinə ümumiyyətlə diqqət etməməmiz və nəticə etibarilə ən ağır formada qarşımıza çıxması, bəzən də qaraciyər transplantasiyasına qədər gedib çıxacaq durumlar üstümüzə gəlir. Bunun qarşısını almaq üçün mütləq şəkildə qaraciyəri check-up müayinələrdə bir yoxlamaq lazımdır. Buna aiddir qaraciyərin bayaq sadaladığım analizləri, xüsusilə də biokimyəvi analizlər, bundan əlavə qaraciyərin ultrasəs müayinəsi və nəticə etibarilə də xüsusilə də karbohidratları və spirtli içkiləri orqanizmimizdən və həyatımızdan maksimum dərəcədə yox etmək. Hər birinizə sağlamlıq arzu edirəm, sağlam qalın.